Qadın yazarlar Marina Mitlitskaya, Xəst palto. Yenə bu axşam Rima yata bilməmişdi. Ruh kimi otaqda gəzişərək validol içirdi. Günah özündə idi. Gərək bu bəzəkli, sarsaq jurnalları oxumayardı. Oliqarx ovuna çıxmış qızlar, evlənməmiş iş adamları. Aydın məsələdir ki, belə jurnallarda hamı ağrılı yeri olan mövzuları axtarıb oxuyur. Rimanın da ağrılı yeri oğlu Yuri idi. Atasız böyütdüyü yeganə övladı. Yurinin uşaqlığı səviyyəli, tərbiyəli, Moskvalı bir ailədə keçib. Həmin illər üçün vacib olan fiqurl-konki dərsləri, hovuzda məşqlər, riyaziyyat təməllüllü məktəb, əcnəbi dillər və sair kimi şeylər olub. İndi o yaraşıqlı, uğur qazanmış proqramist idi. 33 yaş olmasına baxmayaraq hələ də subaydı. Bu axmaq jurnalda isə bir sarsaq psixoloq yazmışdı ki, əgər 34 yaşına qədər kişi evlənməsə, daha bunu etməyəcək. Onun ailə həyatına nöqtə qoymaq olar. Bunu oxuyub necə yatmaq olardı ki? Həmin psixoloqun sözünə görə Yurinin 7 ayı qalmışdı. Yəni 34 yaşının tamam olmasına və evliliyə nöqtə qoyulmasına. Rimanın ritorik "Mənim nə vaxt nəvələrim olacaq" sualına Yuri təəccüblə "Bəyəm ikilikdə bizə pisdir ki?" deyə cavab verirdi. Elə iş bundaydı ki, ikilikdə heç də pis deyildi. Əksinə əla idi. 25 yaşına qədər yeniyetmə dövrü Yuridə bitdi və anası ilə olan mübahisə və narazılıqlar artıq çoxdan yox idi. 30 yaşına qədər karyerasını quran Yuri yaxşı pul qazanırdı. Onlar ikilikdə çox mehriban yaşayırdılar. Özlərinə rahat həyat qurmuşdular. Rima oğluna hörmət edirdi. Qulluğunda yüksək səviyyədə dururdu. Hər gün təzə ütülənmiş köynəklər, yeməklərdə yalnız balıq, tərəvəz, heç bir kartof da olmaz. Səhərlər təzə sıxılmış meyvə suyu. Əlbəttə, meyvə sıxan Boş firmasından, köynəklər Van Lakdandı. Hansını ki, ütüləmək insana həzz verirdi. Balıq da təzə. Tavayat özü pişir. Bu sizə damarlı ət deyil ki, saatlarla qaynasın. Bişmək bilməsin ki, bilməsin. Yuri anasına pulda da körlük vermirdi. Rima heç vaxt belə gözəl həyat yaşamamışdı. Onu bu həyatda hər şey qane edirdi. Demək olmazdı ki, qadın səhərdən axşama qədər nəvələri ilə məşğul olmaq arzusunda idi. İstəyi o idi ki, həyatının axarını pozmadan, yeni ritm qalmaq şərti ilə nəvələrinə nəsə hədiyyə alsın, həftədə 1-2 dəfə onları görməyə getsin. Vəssalam. Sonra yenə də öz işləri. Hovuzdan sonra kafedə oturmalar, rəfiqələri ilə söhbət. Rəfiqələrinə nəvələrinin şəkillərini göstərib onlardan danışsın. Baxın, burada nəvələrim İspaniyadadır, bu isə Parisdə, Disneylanddədirlər. Burada bizimkilər Zvinerkda öz koteclərində dincəlirlər. Qadın belə fotoşəkilləri nümayiş etdirib, rəfiqələrinə aydınlıq gətirmək istərdi. İkinci günlər Rimanın hovuz günü idi. Hovuzda çimib, restoran ya da elə hovuz kənarında oturmaq, söhbət etmək, həmyaşıdları olan aktrisaların plastik əməliyyatlarından danışmaq, yeni aldıqları geyimləri bir-birinə nümayiş etdirmək və s. Bir sözlə əyləncəli həyat. Bir neçə il ərzində əmələ gəlmiş bu qrup çox mehriban idi. Hovuzda çimdikdən sonra kafe və ya hovuz kənarında əyləşib, kökə yeyir, siqaret çəkib dincəlirdilər. Rimanın sanki keyfinə soğan doğranmışdı.
Onun yanına Galka üzüb yaxınlaşan zaman qadın özündən gözləmədiyi bir halda ondan soruşdu. "E, Mənə bax, sənin yaxınlarında mənim oğlum üçün evlənməyə qız tapılmaz ki?" "Əlbəttə tapılar. Niyə tapılmasın ki?" Galka dedi. Bu Galkada da hər şey var idi. "Mənim tanışımın qızı var. Çox alicənab ailədir. Yaxın rəfiqəmdir." "Hə, sən Yuriki görmüsən? Yəni bunu nəzərə almaq lazımdır. Onun işi, maaşı, mənzili, hər şey var." Galka biraz kobud tərzdə "Elə idisə, niyə sənin gülmə şəkərin Yurikin hələ də özünə arvad tapa bilmir?" dedi. "Arvad çoxdur. Mənsə həyat yoldaşını nəzərdə tuturam." "Axşam zəngləşərik." Galka bunu deyib başqa rəfiqələ tərəfə üzdü. "Bəyəm problem yalnız Rimadadır? Gör bir nə qədərdilər, hamısının da öz çətinliyi, problemi var. Özgə insanların problemlərini həll etmək bəzi adamlar üçün hobbidir. Galka kimi." Hovuzdan sonra Rima qəhvə içmək istəmədi və evə yollandı. Axşam oğlunu yedizdirdi. Balıq, avokado ilə təzə salat, bir dilim də şarlot da ikram etdi. Yurik şirniyyatı çox sevirdi və ona yaşıl çay verdi. Sonra telefonla oynamağa başladı. Axşam Galya'nın zəngini gözləyirdi. O isə saat axşam 11-də zəng vurdu. Salamsız kəlamsız dedi. "Deməli belə, qızın 26 yaşı var, adı Svetadır, imyazı bitirib, Koreya firmasında çalışır, ciddi və təmizkardır, yaxşı danışıq qabiliyyəti var." Bəs görünüşü?" Rima soruşdu. "Necə yəni görünüşü?" Galka kobudcasına cavab verdi. "Model deyil. Model qızlar axşamlar klublarda sülənirlər, o isə ev qızıdır. Yeri gəlmişkən toxumağı da bacarır." "Deməli çirkindir." Rima qərar verdi. "Normal qızdır." Galka kobudcasına dedi. "Bir də ki sən oğlun üçün həyat yoldaşı axtarırsan, yoxsa?" "Əlbəttə həyat yoldaşı, amma Yurikin gərək xoşuna da gəlsin. Axı sən özün bilirsən mənim Yurikim necə biridir. Görünüşü, maaşı, işi." Rima yenə başladı. "Görəsən sənin göydən düşmüş Yuriki niyə hələ də bir qadın əlinə keçirib qamarlamayıb?" Galka həyasızcasına dedi. "Qulaq as. Mənə qızın şəklini tap. Bir də öyrən gör qaraskopla bürcü nədir?" Rima xahiş etdi. Galka ah çəkdi. Sağollaşmadan telefonun dəstəyini qoydu. "Nə etmək olar? Onun tərzi belədir." Rima buna dözməli idi. Çünki Rimaya elə gəlirdi ki, Galka onunla gələcək nəvələri arasında olan körpüdür. Bir də ki, Galka lazımı tərbiyə almamış olsa belə, bu işləri təmənnasız görürdü. İndi isə artıq belə tərzli insanlar qalmayıb. Səhəri gün nahardan sonra Galka üzə çıxdı. Telefonla zəng vurub dedi. "Xərçəngdir." "Kim?" Rima qorxaraq soruşdu. "Aman Allahım, heç kim. Svetanın bürcü xərçəngdir." Rima özlüyündə düşündü. Heç vaxt Sveta adından xoşu gəlməyib. Bəs ili?" "Nə ili?" Galka anlamadı. Rima yumşaldıcı tərzdə aydınlıq gətirməyə çalışdı. Xərçəng aydır. Bir də doğulduğu il var. Məsələn, siçovul, köpək, donuz." "Özünsən donuz. Mən sənə Daxili İşlər Nazirliyi deyiləm." Galka hirslə dəstəyi qoydu. İkinci gün hovuza gələn Rima
Kiçik bir qabda fransız üz kremi gətirdi. Əzizim Qalika, bu kremi özünə götür. Möcüzəvi təsiri var, dedi. Rima evlənmə haqda bir söz də belə demədi. Qoy anlasın ki, bir şey alınarsa, mən borclu qalan insan deyiləm, deyə qadın düşündü. Qalika kremi götürdü. Təşəkkür belə etmədi. Çantasından fotoşəkil çıxardı. Sveta'nın xarici görünüşünü sözlə təsvir etmək mümkünsüz idi. Çünki üzündə təsvir ediləcək bir şey yoxdu. Gözə çarpacaq heç nə. Nə yaxşı, nə də pis. Yalnız baxışı kədərli idi. Daha doğrusu gözlərində heç parıltı belə yoxdu. Yəqin elə işte bundadır, deyə Rima düşündü. Özünə cəlb etməyi bacarmış. Amma bəlkə elə bu yaxşı şeydir. Hə, necədir? Qalika soruşdu. Normaldır, Rima dedi. Lakin bu işi yoluna necə qoyaq? Yurik öz xoşuna tanış olmağa gedən deyil. Mən bir şey fikirləşərəm. Qalika bunu deyib o biri tərəfə üstü. Havuzdan sonra ikilikdə kafedə oturub uzun müddət qəhvə içdilər. Rima elə hey Qalikadan soruşurdu. Ürəyin nəsə istəyirmi? Qalikanın da ürəyi istədi. Yer köpkü ilə balıq, qaynadılmış mal dili ilə yaşıl lobya, olivye, 2 fincan kapuçino və vişnəli ştrudel. Rima itaatkarlıqla Qalikanın arzularını yerinə yetirirdi. Qoy görsün ki, biz xəssiz insan deyilik. Təki bir nəticə olsun. Rima köks ötürüb düşündü. Sonra onların masasına yeni əyləşən qadınla gəlinləri, nəvələri haqda söhbət etməyə başladılar. Qadınların sifətlərində istilik vardı. Rima düşünürdü. Tezliklə mən də belə olacağım. Qalika isə ağzı yeməklə dolu halda söhbət edirdi. Rima ona baxmamağa çalışırdı. Sonra metro tərəfə gedəndə Qalika dedi ki, Sveta'nın anası ilə danışıb. Razılığa gəlib ki, onlar güya onun satdığı xəz paltoya baxmağa gəlsinlər. Xəz palto hansı dəridəndir? Rima soruşdu. Aman Allahım, nə fərqi var? Yuri bizi ora aparar. Axı sən özün də deyirsən ki, oğlum belə işlər üçün qiymətsizdir. Buna bir bax. Bu qədər yemək tıxıb, amma yenə həyasızlığından qalmır. Rima düşündü. Zorla gülümsədi. Mən bunu həyəcanlandığım üçün soruşdum, dedi. Axşam isə Rima oğluna dedi ki, Qalika'nın tanışı xəzdən palto satır. Demək olar ki, heç neçəyə, havayı. Səninki təzə dublonkan var, oğlu anasına dedi. Yurik, mən nəsə yeni xəz palto istədim. Həm də çox gülməli bir qiymətədir. Ucuzdur. Belə ucuz xəz paltodan imtina etmək günah olardı. Yuri ah çəkdi. Lakin razılaşdı. 5-ci gün işdən gələrəm, sonra gedərik, dedi. Həqiqətən də Yuri çox yaxşı oğlu idi. Onu kiməsə, xüsusən görünüşü belə olmayan Sveta'ya vermək heyf idi. Rima egoistcəsinə belə düşündü. Elə o an öz fikrindən utandı. 5-ci gün Mədəniyyət Parkının yaxınlığından Qalikanı götürüb güya xəz palto ardınca Svetagilə getdilər. Sveta'nın anası incəsənət tarixi üzrə müəllimə idi. Həmkarlar metro stansiyasının yaxınlığında yaşayırdılar. Yazıq Yurikin heç nədən xəbəri yox idi. Svetagilə çatanda Yuri anasına dedi. Get məsələni həll et. Mənsə yorulmuşam. Rima çaşdı. Bir ayağı avtomobildə, bir ayağı trotuarda qaldı. Lakin Qalika özünü itirmədi. Nazlanaraq dedi. Yurik,
Sizsiz necə gedək? Fikrinizə ehtiyacımız var. Kişi zövqünüzə inanırıq. Sizin razılığınız olmadan necə xəz paltonu alaq bilək, dedi. Rima qorxu və yalvarışlı nəzərlərlə oğluna baxdı. Yuri köks ötürdü. Avtomobildən çıxdı. Galka təntənəli şəkildə gülərək Rimaya göz vurdu. Rima isə açıq, aydın şəkildə həyəcanlı idi. Qapını hündürboy, qamətli bir qız açdı. Sonradan onun qız deyil, Sveta'nın anası olduğu bilindi. İncəsənət tarixi üzrə müəllimə Galyanın və 2 nəfəri görüb gülümsədi. Yurika baxdı və qəhvə təklif etdi. Rima və Galya xəz paltonu otaqda geyinirdilər. Rima ona dar olan xəz paltonu geyindi, tərlədi və dedi: "Başa düşmürəm, bəs Sveta hardadır?" Dəhlizə çıxdılar. Orada Yurik və onun gələcək qaynanası söhbət edir, siqaret çəkirdilər. "Bəs Sveta hardadır?" Galya nəzakətlə soruşdu. "Tıxacdadır. 20 dəqiqəyə gələcək." Anası cavab verdi. "Qəhvə istəyirsiniz?" 40 dəqiqəyə yaxın qəhvə içdilər. Sveta gəlib çıxmadı. Moskvada 5-ci günlər çox dəhşətli tıxaclar olur. Evdə narahatlıq gətirici bir sükut vardı. Yurik anasına dedi: "Sənin alası olduğun xəz palto necə oldu?" Galka isə tez cavab verdi ki, deyəsən xəz paltonu evə götürməli olacaqlar. Onu çəkmə, papaqla geyinib baxmaq gərəkdi. Bunu deyən Galka heç nə anlamayan Rimaya və incəsənət tarixi üzrə müəlliməyə göz vurdu. Bu müəllimə nəsə özünü müəmmalı aparırdı. Susur və çoxlu siqaret çəkirdi. Rimanın bu qaynanadan heç xoşu gəlmədi. Evdən Svetanı görməyib, xəz paltonu Ikea paketinə qoyub çıxdılar. Yurik avtomobili işə saldı. Galya isə özündən razı halda Rimaya başa saldı ki, xəz paltonu bilərəkdən götürüblər ki, yenidən bura gəlmək üçün əllərində bəhanə olsun. Rima həyəcandan lap keyləşmişdi. Bütün yol boyu Galyaya hörmətlə baxırdı. Xəz paltonun dər olması bəhanəsi ilə sanki 54 ölçülü xəz palto Rimaya olacaqdı. Yuri 3 gündən sonra onu geri apardı. 20 gündən sonra isə hündürboy, qamətli, incəsənət tarixi üzrə müəllimə ilə evləndi. Nigahları möhkəm və təsəvvür edilə bilməyəcək dərəcədə mutlu alındı. Etirazlı böyük sevgidən yaranan bir evlilik. Aralarında olan 12 yaş fərqi isə heç kimə təəccüblü gəlmirdi. İncəsənət tarixi üzrə müəllimə çox nazik təbiətli, ziyalı bir qadın idi. Rima ilə onun arasında dostluq yarandı. Nəvə məsələsinə gəldikdə isə 2 il sonra Sveta onlara nəvə doğdu. Öz iş yoldaşına ərə getmiş və əla evlilik yapmış Sveta 2 evlad doğdu, oğlan və qız. Rima onları çox sevirdi. Svetanın övladlarını öz nəvələri sayırdı və sevinclə onların şəkillərini hovuz ətrafında əyləşən rəfiqələrinə nümayiş etdirirdi. Bax, burada onlar Türkiyədədirlər, istirahət edirlər.
Bu isə onlar İspaniyadadır. Bu isə Moskva ətrafında olan kotejlərindədirlər. Sonra biraz gəlindən qeybət etdilər. İrema böyük məmnuniyyətlə evə yollandı. Tez-tez saatına baxırdı. 40 dəqiqədən sonra onun sevdiyi, günorta vaxtı nümayiş etdirdiyi serial başlayacaqdı.